Salam şagirdlər. Keçən dərsimizdə biz statikanın əsaslarını keçmişdik, düzdür? Aygün xanım, səndən başlayaq. Statika nə öyrənir? Statika nə öyrənir uşaqlar? Hərəkət və səbəb. Hərəkət və səbəbi öyrənən bölüm hansıdır? O dinamikadır uşaqlar. Cisimlərin tarazlıq şərtlərini və növlərini öyrənən fizika bölməsi statika adlanır. Doğrudurmu? Statikada əsas anlayışlardan biri qüvvə momenti. Nədir qüvvə momenti, Nihat bəy? Qüvvənin qolu ilə həmin qüvvənin hasinə bərabər. Qüvvə qolu ilə qüvvə modulunun hasinə bərabər olan kəmiyyət qüvvə momenti adlanır. Qüvvə momentinin vahidi nədir, İnci xanım? Newton vurulsun metr. Bəli. Deməli uşaqlar, qüvvə momenti qüvvədən necə asılıdır? Düz. Qüvvə qolundan düz asılıdır. Bəs qüvvə momentinin sabit qiymətində qüvvə onun qolundan necə asılıdır? Tərs asılıdır. Bəli. Deməli uşaqlar, bugün sadə mexanizmlər haqqında danışacağıq. Sadə mexanizmlər bizim gündəlik həyatımızı asanlaşdırmaq üçün, yəni qüvvəni dəyişmək üçün istifadə olunan cihazlar və ya qurğulardır. Birinci link haqqında danışaq. Link tərpənməz dayaq ətrafında fırlana bilən bərk cisimdir. Linkin 3 növ var. Biz bugün ikisi haqqında danışacağıq. Çünki birinci və ikinci növ link qüvvədə qazanc verir. Üçüncü növ link qüvvədə qazanc verilmir, qüvvənin təsirini azaldır. Onun haqqında çox danışmayacağıq. Birinci növ linkdə nə deyə bilərik? Birinci növ linki ikinci növ linkdən fərqləndirən cəhətlərdən biri nədir? Birinci növ linkdə dayaq qüvvələrin arasında və ya qüvvə ilə yük arasında yerləşir. İkinci növ linkdə isə dayaq qüvvələrin digər tərəfində yerləşir. Yəni qüvvələr bir tərəfdə, dayaq digər tərəfdə yerləşir. Dayaq qüvvələrin arasında yerləşmir. Yerləşsəydə olardı birinci növ link. Deməli, linkin çəksiz linkdən danışacağıq burada. Deyək ki, çubuğun bir ucuna təsir edən qüvvə F1, digər ucuna təsir edən qüvvə F2-dir. Bu çubuğun tarazlıqda olması üçün momentlər qaydası, momentlərin cəbri cəminin sıfır olması lazımdır. Deməli, F1 qüvvəsi bu cismi, çubuğu saat əqrəbinin əksinə fırladır. Momenti işarəti olaraq müsbətdir. F2 qüvvəsi isə saat əqrəbi istiqamətində fırlatdığına görə onun momenti işarəti olaraq mənfi götürülür. Momentlərin cəbri cəmi sıfır olmalıdır demişdik. M1 müsbətdir, M2 mənfi. Bunların cəmi sıfırdır. M2-ni sağ tərəfə keçirsək, M1 M2-yə bərabər olur. Deməli, birinci növ çəksiz link tarazlıqdadırsa, onda momentlər bərabərdir. Momentlərin nisbəti nəyə bərabər olacaq? 1-ə bərabər olur. M1-in əvəzinə F1 D1, M2-nin əvəzinə F2 vur D2 yazsaq, onda görərik ki, qüvvələrin nisbəti qolların nisbətindən tərs asılıdır. Deməli, burada F1 qüvvəsinin qolu O nöqtəsindən, dayaq nöqtəsindən qüvvəyə qədər olan ən qısa məsafədir. F2-nin qolu da D2-yə bərabərdir. Onu da dayaq nöqtəsindən qüvvəyə qədər məsafə olduğunu bilirik. Deməli, uşaqlar, çubuğun bir ucuna F1, digər ucuna F2 qüvvəsini təsir etdikdə dayağın reaksiya qüvvəsi yaranır. Dayağın reaksiya qüvvəsi yuxarı yönəlir, F1, F2 aşağıdır. Deməli, əvəzləyici qüvvənin də sıfır olması üçün aşağı olan qüvvələrin cəmi yuxarı olan qüvvəyə bərabər olur. Yəni, N bərabərdir, F1 üstə gəlsin, F2. İkinci növ linkə baxaq, çəksizlik. Burada demişdik ki, dayaq qüvvələrin digər tərəfində yerləşir. F2 qüvvəsi çubuğun deyək ki, bir ucuna təsir edir. F1 qüvvəsi isə hər hansı bir nöqtəyə, dayaqla digər ucu arasında hər hansı bir nöqtəyə təsir edir. F1 qüvvəsi. F1 saat əqrəbi istiqamətində fırlatdığına görə momenti mənfi. F2 isə saat əqrəbinin hərəkətinin əksinə fırladır, momenti müsbət olur. F1 qüvvəsinin qolunu yenə dayaqdan hesablayırıq, D1. F2 qüvvəsinin qolunu dayaqdan hesablayırıq, D2-yə bərabər olur. Yenə momentlərin cəbri cəmi sıfır olmalıdır. M1 M2-yə bərabərdir, momentlərin nisbəti 1-ə bərabərdir. Qüvvələrin nisbəti qolların nisbətindən tərs mütənasib asılıdır. Hər iki növ link üçün yazdığımız bu nisbət, yəni F-lərin nisbətinin D-lərin nisbətinə tərs olması bu link qaydası adlanır. Deməli, ikinci növ linkdə reaksiya qüvvəsi ilə F2-nin cəmi F1-ə bərabər olduğuna görə N bərabər olacaq F1 çıxılsın F2.
Özümüzün əvvəldə demişdik ki, sadə mexanizmlərdən qüvvəni dəyişmək üçün istifadə olunur. Ya qüvvənin istiqamətini dəyişmək üçün, ya da qiymətini dəyişmək üçün. Deməli, birinci və ikinci növ linkdə qüvvədə qazanc böyük qolun kiçik qola olan nisbətinə bərabərdir. Məsələn, deyək ki, linkin uzunluğu olsun 1 metr, yəni D2 1 metr 100 santim, yəni F1-in qolu olsun deməli, tutaq ki, 50 santim. Onda qüvvədə neçə dəfə qazanc verəcək? 2 dəfə. Yəni, böyük qol oldu 100, kiçik qol 50, nisbət 2. Qüvvədə 2 dəfə qazanc o deməkdir ki, məsələn, 100 newtonluq bir yükü qaldırmaq üçün, əgər 2 dəfə qazanc verirsə, 50 newton tətbiq etməklə həmin yükü qaldıra bilərsiniz. İndi linklərlə bağlı bir neçə 6-7 dənə nümunə göstərəcəm. Deməli, bir kütləsi M olan çubuq verilir və çubuğun bir ucuna F qüvvəsi təsir edir. Əgər çubuğun kütləsi nəzərə alınırsa, ona təsirin ağırlıq qüvvəsini təsvir edirik. Çubuq bir cinsdir, bölgülər bərabərdir. Sayırıq neçə bölgüdən ibarətdir? 1, 2, 3, 4, 5, 6. Çubuq 6 bərabər bölgüdən ibarətdirsə, ağırlıq qüvvəsi hara düşür? Tənər ortaya. Deməli, burada F-nə çubuğun ucuna tətbiq olunan qüvvənin ağırlıq qüvvəsinə olan nisbətini soruşmuşuq. Deməli, hər bir qüvvənin qolu hardan hesablanır demişdik? Dayaqdan hesablanır. F qüvvəsinin qolu neçə bölgüdür? Dayaqdan hesablanır. 2 bölgü. Ağırlıq qüvvəsinin qolu yəni dayaqdan hesablanır. 1 bölgü. 2 vur F bərabərdir. Qüvvəni öz qoluna vurursunuz. Yenə qüvvəni öz qoluna vururuq. Buradan 1 vurulsun F ağırlıq. Onda F bölünsün F ağırlıq nəyə bərabər olar? Nəyə bərabər olacaq şoğul? 2-də 1-ə. Yəni çarpaz vuranda bərabər olmalıdır. F bölünsün F ağırlıq 2-də 1 olur. Sonra kütləsi M olan çubuq üfüqi səth üzərində tarazlıqdadır. Çubuğun bir ucuna hansı minimum qüvvəni tətbiq etməklə çubuğu şarquli vəziyyətə gətirmək olar. Çubuğun uzunluğunu bilmirik və onun uzunluğunu L-lə işarə edirik. Gördüyünüz kimi qüvvə çubuğun ən kənar nöqtəsinə, digər ucuna təsir edir. Ağırlıq qüvvəsi də çubuğun tən ortasına təsir edir. Deməli, bura F ağırlıq yazarıq, bərabərdir mg. Onda ağırlıq qüvvəsinin qolu yenə o nöqtəsindən hesablanar, bərabər olacaq L böl 2-yə. Onda F vurulsun L, yenə yaza bilərsiniz buradan, F vur L, qüvvəni öz qoluna vururuq, bərabərləşdiririk. mg vurulsun L böl 2-yə. Hər qüvvəni öz qoluna vurursunuz. L-lər ixtisar olunar, F bərabərdir, mg böl 2 alınır. Aydındır? Var? Aydınlanan bir şey. Növbəti sual, 3-cü sual. Deməli, çəkisiz çubuqdan n bərabərdir 5 kiloqram kütləli cisim asılı, çubuğun digər ucuna F qüvvəsi təsir edir. Sistem tarazlıqdadır. F qüvvəsini və dayağın reaksiya qüvvəsini hesablayın. Yenə tarazlıq şərtini tətbiq edəcəyik, momentlər qaydasını. Bunun üçün hər bir qüvvənin qolunu müəyyən etmək lazımdır. F qüvvəsinin qolunu dayaqdan hesablayıram. 1, 2, 3, 4, 5. Bunlar yaxşı eləməmişəm desən. Demək 1, 2, 3, 4, 5. F qüvvəsinin qolu neçədir? Neçədir millət? 5. Bəs mg ağırlıq qüvvəsi təsir edir 5 kiloqram kütlə cisminə. Bu da neçə newtondur? 50 newton. Yəni 5 kilonun əvəzinə yazıram mg 50 newton. Bəs bu mg-nin qolu nə qədərdir? 2. Ay sağ ol. Onda yazarıq 5 vur F bərabərdir. 2 vurulsun 50. İxtisarlar aparsaq F bərabər neçəyə? 20 newton olar. Deməli, F-i tapdıq 20 newton. Çubuğun digər sərbəst ucuna təsir edən qüvvə. Bir də reaksiyanı tapmaq lazımdır. Reaksiya yuxarı yönəlir. Reaksiya qüvvəsi ilə F-in cəmi nəyə bərabər olmalıdır? Bəli. Onda yazıram. N üstə gəlinsin 20 bərabərdir 50-yə.
N neçə olacaq uşaqlar? 30 Newton olur. Sualınız yoxsa növbəti tapşırığa keçək. Topluda da bu tip suallara çox rast gələcəksiniz. M kütləli çubuq və K sərtlikli yaydan ibarət bir sistem verilir. Sistem tarazlıqdadır. Bizdən soruşa bilərlər yayın uzanmasını, yayın sərtliyini, çubuğun kütləsini və ya ona təsir edən ağırlıq qüvvəsini hesablamaq tələb oluna bilər. Demək uşaqlar, M kütləli cismə ağırlıq qüvvəsi təsir edir və o çubuğun mərkəzinə tətbiq olunur. Yayda elastiklik qüvvəsi yaranır. Hər bir qüvvənin yenə də qolunu tapmaq lazımdır. Çubuğun demək, elastik qüvvəsinin qolu elə çubuğun uzunluğuna bərabər olacaq. Onda bir L deyərik. Ağırlıq qüvvəsinin qolu isə L bölünsün 2. Çubuğun uzunluğunun yarısına bərabər olur. Deməli, buradan yaza bilərik ki, F elastik vurulsun L, F ağırlıq vurulsun L böl 2. L'lər ixtisar olunar. Ondan F ağırlıq bərabər olar 2F elastikə. Ağırlıq qüvvəsinin əvəzinə mg yazmaq olar, elastikin əvəzinə də kx. Nə aldıq burada? Mg bərabərdir 2kx. İstəsəz m-i taparsınız, istəsəz k-nı və ya x-i bu ifadədən tapa bilərsiniz. Var sual olan? Asəf bəy, var sual? Onda inşallah vaxt itirmədən digər tapşırıqlara da baxaq. Deməli, çəksiz çubuq uzanmayan sapdan asılıb. Bizdən soruşulur mx, yəni x cisminin kütləsini və ipdə yaranan gərilmə qüvvəsini. Yenə uşaqlar, əvvəlcə məsələnin şərtinə diqqət edirik. Çubuğun çəkisi nəzərə alınır, yoxsa alınmır? Alınırsa, çubuğun üzərdəki bölgüləri sayırsınız, ortadan F ağırlıq, yəni mg çəkirsiniz. Əgər çubuğun çəkisi nəzərə alınmırsa, bunu eləməyə ehtiyac yoxdur. Deməli, baxırıq əvvəlcə 8 kg, burada uşaqlar hər tərəfdə kütlə olduğuna görə J-yə vurmadan da mütənasiblik tapa bilərsiniz. Çünki burada da kütlədir, digər tərəfdə kütlədir. 8 kg kütləli yükün qolu neçə bölgüdür? Onu da hardan hesablayırıq uşaqlar? Askı nöqtəsindən. Dayaq yoxdursa, askıdan hesablayırsınız. Ya da istəsəniz ipi kəsib aşağısına dayaq qoymaqla da momentlər qaydasını yaza bilərsiniz. Deməli, 8 kiloluk yükün qolu 2 bölgüdür. MX-in qolu isə yenə onu da dayaqdan hesablayırsınız. 1, 2, 3, 4-dür. Deməli, yazarıq 2 vur 8 bərabərdir. 4 vurulsun MX. Doğrudur mu? Bəli. Buradan MX neçə olacaq uşaqlar? 4 kiloqram. Əla. MX 4 kiloqramdırsa, deməli sağ tərəfdən nə qədər qüvvə təsir edəcək buna? 40 Newton. Sol tərəfdən 80 Newton. Onda ipin gərilməsi neçə olacaq? T bərabərdir 80, üstə gəlsin 40 bərabərdir 120 Newtona. Bu aydındır. Növbəti tapşırıq uşaqlar. Kub formalı bir cisim verilib, bir cins cisimdir. Telinin uzunluğu A-dır. O nöqtəsi ətrafında, yəni bir tili üzərində aşırmaq üçün lazım olan minimal qüvvənin qiymətini hesablayın. Bizə burada çəkinin və ya kütlənin qiyməti verilə bilər. Biz ümumi ifadəsini çıxardacaq. Demək olar, yenə baxırıq buradan F qüvvəsinin qolu hansı məsafədir? O nöqtəsindən F-ə qədər olan məsafə. Bu kub olduğuna görə bütün tillərin uzunluğu bərabərdir. Demək, A-ya bərabərdir. Demək, ağırlıq qüvvəsinin çəkinin qolu isə tilinin uzunluğunun yarısına bərabər olacaq. F qüvvəsi saat əqrəbinin hərəkəti istiqamətində fırlatmaya çalışır, çəkisi isə saat əqrəbinin əksinə. Demək, onda yazırıq tarazlıq şərtinə görə F vurulsun A bərabərdir P vurulsun A böl 2. A-lar ixtisar olunur, F bərabərdir P böl 2. Əgər bizə cismin kütləsi verilsə, çəkinin əvəzinə nə yazarıq? mg yazarıq. Deməli, F bərabər olacaq, mg bölünsün 2-yə. Növbəti tapşırıq linklərlə bağlı 7-ci tapşırığa baxaq. Çəkisiz, deməli, daha doğrusu kütləsi 30 kiloqram olan çubuq şəkildə göstərdiyi kimi iplərdən asılıb, iplər uzamayan çəkisiz saplardır. Deməli, həmin iplərdəki
gərilmə qüvvələrini tapmaq lazımdır. Əvvəlcə baxırıq, çubuq neçə bölgüdən ibarətdir? Görürsünüz ki, 4 bölgüdən ibarətdir. Sonra baxırsınız, çubuq hansı nöqtələrdən bağlanıb ipə? Görürük ki, birinci ip ortadan, ikinci ip isə kənar ucdan bağlanır. Bilirik ki, cismə təsir edən ağırlıq qüvvəsi tən ortaya düşür. Deməli, F ağırlıq nəyə bərabər olacaq? MG-yə, yəni 300 Newton. Bütün ağırlıq ortaya düşdüyünə görə, deməli, T1 nəyə bərabər olacaq? F ağırlığı. T1 bərabərdir F ağırlıq. O da nəyə bərabərdir? 300 Newtona. Tarazlıqda olanda demişdik ki, yuxarı olan qüvvələrin cəmi aşağı olan qüvvəyə bərabərdir. Yəni, T2 üstə gəlsin T1 bərabər idi F ağırlığı. Demək, T2 üstə gəlsin 300, T1'i tapmışıq 300'dür, bərabərdir 300'ə. 300 Newton. Onda T2 nəyə bərabərmiş uşaqlar? 0-a bərabər olur. Yəni, ikinci ipi kəssəz tarazlıq bozulmaz. Demək uşaqlar, sadə mexanizmlərdən ikincisi bloklardır. Blok nədir? Blok çəmbəri üzərində nol olan, tərpənməz ox ətrafında fırlana bilən çarxdır. Çəmbər onun kənarıdır. Nol da ipin sürüşməməsi üçün olan çökəklik hissədir. Aydın oldu? Tərpənməz blokda blokun ortasından keçən ox dayağa və ya askı nöqtəsindən bərkidilir. Yəni ipin sərbəst ucuna F qüvvəsi tətbiq etsə, digər ucuna yük bağlasa, kütləli cisim bağlasa, deməli ipin ucunu, sərbəst ucunu aşağı çəkdikcə yük yuxarı qalxır. İpin sərbəst ucunu yuxarı qaldırdıqca isə yük aşağı düşür. Deməli uşaqlar, o nöqtəsinə nəzərən, mərkəzi nöqtəsinə nəzərən moment alsaq, çəkinin qolu R olacaq, ipin ucuna tətbiq olunan qüvvənin qolu da R-dir. F vur R bərabərdir P vur R. Radiusun R, 2R, 3R olmasının qüvvədə qazancı heç bir aidiyyəti yoxdur. Çünki radiuslar ixtisar gedir, qollar ixtisar olur. Onda F bərabərdir P olur. Əgər sürtünmə qüvvəsi nəzərə alınmırsa, sıfırdırsa, ipin ucuna tətbiq olunan qüvvə cismin, yəni yükün çəkisinə bərabər olur. Biz də bilirik ki, təcilli hərəkətdə çəki, sükunətdəki çəkidən fərqlənir. F bərabərdir P-dir. P-nin əvəzinə yazmaq olar MG plus A, MG və ya MG minus A. Nə zaman çəki MG plus A-ya bərabər olurdu? Təcil yuxarı yönələndə. Bəs təcil nə zaman yuxarı yönəlir? Yuxarı yeyinləşən, aşağı yavaşlayan. Nə zaman çəki MG-yə bərabər olurdu? Təcil 0 oldu. Ya cisim sükunətdədir, ya da rüsxəti bərabər sürətlə hərəkət edir. Nə zaman çəki MG minus A-ya bərabərdir? Təcil aşağı yönəlikdə. Bəs təcil nə zaman aşağı yönəlir? Yuxarı yavaşlayan hərəkətdə və ya aşağı yeyinləşən hərəkətdə. Əgər sürtünmə qüvvəsi burada iplə blok arasında olur. Sürtünmə qüvvəsi sıfırdan fərqli olarsa, ipin sərbəst ucuna tətbiq olunan qüvvə çəki ilə, yəni yükün çəkisi ilə sürtünmə qüvvələrinin cəminə bərabərdir. Demək olar, tərpənməz blokdan nə üçün istifadə olunur? Tərpənməz blok işdə qazanc vermir. Ümumiyyətcə, heç bir sadə mexanizm işdə qazanc vermir, qüvvədə qazanc vermir, yolda itki vermir. Bəs nə üçün istifadə olunur? Qüvvənin istiqamətini dəyişmək üçün. Yəni, bu şəkildə görürsünüz ki, ipin sərbəst ucuna tətbiq olunan qüvvə, F1 qüvvəsi, F2, F3 qüvvələri, bunlar deyək ki, qiymətcə bərabər olan qüvvələrdir. Yəni, ipi aşağı və dartdıqda və ya müəyyən bucaq altında dartdıqda, yəni, həmin qüvvənin qiyməti yenə də cismin, yükün çəkisinə bərabər olur. Çünki qüvvədə qazanc yoxdur. Baxanda uşaqlar, biraz qəribə gəlir. Necə yəni burada qazanc olmayacaq? Baxın, istənilən bir qüvvəyə baxsaq, tutaq ki, F3 qüvvəsi. F3 qüvvəsini uzadaram. Yenə onun qolunu tapsaq nə olacaq? Radius R-ə bərabərdir. P vur R, yenə F3 vur R-ə bərabər olacaq. Qollar bərabər olduğuna görə qüvvədə qazanc vermir. Deməli, uşaqlar, qüvvədə qazanc vermir, yolda itki yoxdur. Ona görə ipin sərbəst ucunun yer dəyişməsi H ip bərabərdir yükün yer dəyişməsinə, H yük. V ip, ipin sərbəst ucunun sürəti,
yükün sürətinə bərabər, ipin sərbəst ucunun təcili yükün təcillinə bərabərdir. Demək olar, bu mövzuda toplumun işləyəndə görəcəksiniz ki, impuls, kinetik enerji və potensial enerjinin dəyişməsi ilə bağlı suallar var. Baxmayaraq ki, bu mövzular sonra keçilir, onların düsturları da yazdım bura. Yükün impulsu, yükün kütləsi vurulsun sürətinə bərabərdir. Kinetik enerjisi M vurulsun V yükün sürətinin kvadratı bölünsün 2. Potensial enerjinin dəyişməsi isə mg vurulsun h yükə bərabərdir. Sualı olan var millət buradan? Yoxsa uşaqlar, keçək tərpənən bloka. Tərpənən blokda, tərpənməz blokdan fərqli olaraq, baxın, onun blokun fırlanma oxu yükə birləşib. Tərpənməz blokda isə fırlanma oxu dayağa və ya askı ilə bərkidilib. Burada tərpənməz blokda fırlanma oxu yerini dəyişmir, ancaq yük yerini dəyişir. Tərpənən blokda isə deməli yüklə blok birlikdə yerini dəyişirlər. Məsələn, ipin ucunu yuxarı dartsa, blokla yük yuxarı qalxar. İpin sərbəst ucunu aşağı buraxdıqda isə blokla yük aşağı doğru hərəkət edir. Əgər iplə blok arasındakı sürtünmə qüvvəsi nəzərə alınmasa, blokun çəkisi nəzərə alınmasa, burada yaza bilərik ki, F vurulsun 2R, yəni F ipin sərbəst ucuna tətbiq olunan qüvvədir. Demək, o nöqtəsinə nəzərə moment alsaq, F vur 2R bərabərdir. Yükün çəkisi P-dir, qolu R. P vur R. R-lər ixtisar olunur, F bərabər olur, P bölünsün 2. Buradakı uşaqlar bu mövzuda həm çəki P ilə işarə olunur, həm də impuls. Bunu qarışdırmayın. Əgər qüvvə bərabərdirsə, sağ tərəfdə nəsə bir kəmiyyət olmalıdır. O da vahidi Newton olan bir kəmiyyət olmalıdır. Bu çəkidir. Bu impuls ola bilməz axı. Aydın oldu. Sonra yaza bilərik ki, buradan P bölü 2-dir burada. F bərabərdir, P bölü 2-dir. P-nin əvəzində nə yazmaq olar burada uşaqlar? Deməli, düz yazmışmı? F bərabərdir, P bölü 2-dir də. mg plus A bölü 2, mg bölü 2 və mg minus A bölünsün 2. Təcil yuxarıdırsa mg plus A bölü 2, təcil sıfırdırsa mg bölü 2, təcil aşağı yönəlibsə mg minus A bölünsün 2 olacaq. Əgər sürtünmə qüvvəsi və blokun çəkisi sıfır olmazsa, yəni sıfırdan fərqlidirsə, onda F bərabərdir, ipin sərbəst ucuna tətbiq olunan qüvvə, P blok üstə gəl P yük, bölü 2, üstə gəlsin F sürtünmə. Tərpənən blokdan nə üçün istifadə olunur? Tərpənən blok işdə qazanc vermir, qüvvədə 2 dəfə qazanc verir. Qüvvədə 2 dəfə qazanc verirsə, yolda 2 dəfə itirir. Bu hansı düstura əsasən uşaqlar? A bərabərdir, F vur H. İşdə qazanc yoxdur, işlər eynidir. Qüvvədə 2 dəfə qazanırıqsa, F 2 dəfə az olur. Onda hasilin dəyişməməsi üçün nə olmalıdır? H 2 dəfə artmalıdır. Yolda 2 dəfə itiririk bu deməkdir. Deməli, yolda 2 dəfə itirdiyimizə görə deyə bilərik ki, ipin sərbəst ucunun yer dəyişməsi, yükün yer dəyişməsindən 2 dəfə böyükdür. İpin sürəti yükün sürətindən 2 dəfə, təcili də 2 dəfə böyük olur. Sonra uşaqlar, tərpənən və tərpənməz blokların müxtəlif formada, müxtəlif kombinasiyalarda birləşməsi polispas adlanır. Polispasdan da qüvvədə qazanc əldə etmək üçün istifadə olunur. Nümunə üçün bir dənə şəkil vermişəm burada. Hansı ki, bir dənə tərpənməz blok var, 2 dənə tərpənən blok var. Bu polispas qüvvədə neçə dəfə qazanc verir, yolda neçə dəfə etki verir, ona baxmağa çalışaq. Uşaqlar, bu belə şəkillər nə qədər mürəkkəb görünsə belə, bundan qorxmaq lazım deyil. Əvvəlcə baxın, ipin sərbəst ucuna tətbiq olunan qüvvəni tapın. Deyək ki, F qüvvəsi tətbiq olunur. İp boyunca hərəkət edirik. Deməli, digər tərəfdə də eyni ip olduğuna görə, burada yanına gəlinmə qüvvəsi nəyə bərabər olacaq? F. Davam edirik ip boyunca, yəni sağ tərəfə F. Yəni davam edirik, burada F. Onda baxın uşaqlar, bu sistemi saxlayan neçə dənə qüvvə var? 1, 2, 3, 4 dənə. Deməli, onda yazırıq 4F bərabərdir mg-yə. F də bərabərdir mg bölünsün 4-ə. Deməli, qüvvədə neçə dəfə qazanc əldə eləmişik? 4 dəfə. Deyək ki, yükün çəkisi 100 Newtondur. Biz 100 Newtonluq yükü hansı qüvvəni qaldıra bilərik? 25 Newton. Qüvvədə 4 dəfə qazanmışıqsa, yolda 4 dəfə itiririk.
İpin sürəti yükün sürətindən 4 dəfə böyükdür, təcili də 4 dəfə böyükdür. Demək olar, üçüncü sadə mexanizmə mail müstəvini göstərmək olar. Mail müstəvi nədir? Üfüqlə alfa bucağı əmələ gətirən səth mail müstəvi adlanır. Mail müstəvi də dedik ki, sadə mexanizmdir, qüvvədə qazanc əldə etmək üçün istifadə olunur. Mail müstəvi də digər sadə mexanizmlər kimi işdə qazanc vermir. Yalnız qüvvədə qazanc verir. Demək olar, işlərin bərabərliyini nəzərə alsaq, F qüvvəsi M kütləli cismi deyək ki, mail müstəvi boyunca yuxarı qaldırır. Burada ağırlıq qüvvəsinə qarşı görülən iş F ağırlıq vur H-dır. F qüvvəsinin gördüyü iş isə F vurulsun L-ə bərabərdir. Buradan cismə təsir edən qüvvəni tapsaq, F bərabərdir, F ağırlıq vur H bölünsün L olur. Ağırlıq qüvvəsinin əvəzinə mg yazmaq olar, mg vurulsun H böl L. Kənarda yazmışıq ki, H böl L nəyə bərabərdir? Sinus alfaya. Onda bu cismi bərabər sürətlə qaldırmaq üçün lazım olan qüvvə F nəyə bərabər olacaq? mg sinus alfaya bərabər olur. Mail müstəvi qüvvədə deməli, hipotenuzun katetə, qarşıdakı katetə nisbəti dəfə, yəni mail müstəvinin uzunluğunun, elinin, mail müstəvinin hündürlüyünə, H-a olan nisbəti dəfə qazanc verir. Burada nümunə göstərmişəm uşaqlar. Yenə M kütləli cisim F qüvvəsinin təsiri ilə sabit sürətlə yuxarı qaldırılır. Mail müstəvi qüvvədə neçə dəfə qazanc verir? Demişdik ki, uşaqlar, mail müstəvi qüvvədə L böl H dəfə qazanc verir. Şəkildə görürsünüz ki, katetlərdən biri 3-dür, 3 metr olsun, digəri 4 metr. Onda L nəyə bərabər olacaq? L bərabərdir 5 metr. Necə tapdıq? L bərabərdir, bəli, Pifaqor teoreminə əsasən 3-ün kvadratı plus 4-ün kvadratı, o da bərabərdir 5 metr. Qüvvədə qazanc da demişdik L bölünsün, bu da H-dır. H dəfə qazanc verir, L böl H. Yəni 5 bölünsün 4 dəfə, 1,25 dəfə qüvvədə qazanc verir. Yəni bu cismə təsir edən ağırlıq qüvvəsini taparsınız və onu bölərsiniz 1,25-ə. Həmin dəfə qüvvədə qazanc verir. İkinci bir nümunəyə baxaq. 2 dənə mail müstəvi verilir. Bu ikincisidir. Sağdakı isə birinci mail müstəvidir. Sağdakı mail müstəvi hansı ki, deməli, mail müstəvinin uzunluğu L-dir. L1 bərabər L. İkincisinin uzunluğu isə 2L-dir. Birinci mail müstəvi qüvvədə 2 dəfə qazanc verərsə, ikinci mail müstəvi qüvvədə neçə dəfə qazanc verir? Şu olaraq gördüyünüz kimi hər ikisinin hündürlüyü eynidir. Hansının uzunluğu çoxdur? Deməli, uşaqlar, G bərabərdir, L bölünsün, H düsturuna nəzər salsaq, G qazancdır qüvvədə, H sabitdir. G L-dan necə asılıdır? Düz. Uzunluğu 2 dəfə böyük olanın qazancı nə olacaq? 2 dəfə çox olacaq. Onda nə yazа bilərəm? Q2 bərabərdir 2Q1-ə. Yəni 2 vur 2. Qüvvədə 4 dəfə qazanc verər. İşdə isə qazanc vermir. Çünki heç bir sadə mexanizm işdə qazanc vermir.